Dəniz səviyyəsindən 2351 metr yüksəklikdən Şahdağ Turizm Mərkəzində enirik aşağı zirvə otelinə. Burada əks istiqamət, dağların başındaydık. Xizək sürmə həvəskarları kanat yolu vasitəsilə qalxır yuxarı və buradan müxtəlif xizək yolları ilə sürüşürlər aşağı. Bugün dekabrın 18-i və Azərbaycanda qış turizm mövsümü açıq elan olundu və artıq Şahdağda fəaliyyətə başladı. Amma gördüyünüz kimi qış elə də sərt keçmir. Dağlarda qar demək olar yoxdur. Amma Şahdağda süni qar avadanlıqları var. Onların vasitəsilə o boşluq aradan qaldırılır. Biz düşəcəyik aşağı. Oradan gəlmişik biz. Zirvədən düşəndə burada bir dayanacaq mövcuddur. Burada da xizək sürənlər üçün nisbətən aşağı məsafədən sürüşməyə başlaya bilirlər. Biz hələ düşmürük, biz səfərimiz davam edir. Şahdağda bir sıra yeniliklər var bu ildən turistlər üçün. İlin istənilən mövsümündə xizək sürmə həvəskarları burada gəlib istifadə edə bilərlər. Qar olmasa belə simulyatorlar quraşdırılıb Şahdağda. Xüsusi simulyatorlarda həm yeni xizək sürməyə öyrənənlər, eyni zamanda peşəkarlar xizək imitasiya edə bilərlər də xizək sürməyə. Amma deyim ki, işte fərqlənmir. Yəni təbii şəraitdə xizək sürməkdən. Onun üçün də peşəkar olmaq lazımdır, öyrənmək lazımdır. Davam edirik. Edirik aşağı. Bayaq dedim, zirvə otelinə yox, zirvə otelinə getmirik. Pauza edin, bir də çatanda çəkərəm. Yox, çəkim, görək səfərimiz neçə dəqiqə davam edir. Ramazan. Bax. Bu ərazilərdə elə çox yeniliklər olacaq. Turizm potensialı çox geniş bir ərazidir, rayondur, Qusar rayon ərazisidir. Bax, görürsünüz, yeni bir oteldə tikilib, belə istifadə verilməyib. Sol tərəfdə aşağıda gördüyünüz.
sakit, yavaş-yavaş hərəkət eləyir. Tam rahat, təhlükəsiz hiss edir adam özün bu kanat yolunda. Bu texniki xidmət üçündür yəqin. Əvvəllər açıq tipli qandolalar da var idi. Bunlar isə qapalıdır. Açıqlar digər tərəfdədir, yəni digər tərəfdə. Hamısı yuxarı zirvəyə çıxan turistlərdir. Yeni açılıb mövsüm artıq, amma turistlər var. Qar yağsa, qar çox olsa, turistlərin sayı da çox olacaq. Yeni il üçün, yeni il bayramı ərəfəsində tam rezerv olunub otellər. Bir neçə saniyəlik pauza etdim. Çəkilişimiz davam edir. Biz bu kanat yolunun son nöqtəsində düşüb, bu yeni qurulmaqda olan, tam istifadə verilməmiş otelin qarşısına gedəcəyik. Oradan da avtobuslarla digər otelə. Burada da bir kanat yolunun başlanğıcı var. Yəni xizək yollarının sayı çoxdur burada. Ətrafda görünən mənzərə, arkada qalan mənzərə. Məncə kifayətdir.